Bir varmış, bir yoxmuş. Böyük bir meşənin kənarında köhnə, sirli bir ev varmış. Bu evə günlərin bir günü iki bacı Fatimə və Günəş köçmüşdülər. Fatiməyə bacıların böyük olanı idi. O, sakit, ağıllı və hər şeyə diqqətlə yanaşan qız idi. Günəş isə kiçik, amma cəsur və daima macəra axtarışında olan bir qız idi. Onlar bu qəribə, köhnə evə ilk girdiklərində nəsə qəribə bir şey hiss etdilər. Sanki divarlar özlüyündən nəsə danışmaq istəyirdilər. Evə keçəndə bəri hər gün ətrafı araşdırırdılar. Bir gün səhər tezdən günəş şüaları həyətdəki yaşlı ağacların arasında süzülərkən bacılar evin həyətində gəzişməyə çıxdılar. Uzaq bir küncdə alaq otlarının arasında nəsə torpaqdan bir qədər çıxmış kimi görünürdü. Günəş maraqlanıb yaxınlaşdı və əlləri ilə torpağı eşməyə başladı. Bir neçə dəqiqə sonra torpağın altından qızılı örtüklü çox köhnə bir kitab çıxdı. Kitabın üstü toz və torpaq içində olsa da qəribə bir şəkildə parlayırdı. Fatimə kitabı ehtiyatla qaldırdı. Üz qabığında tanımadıqları simvollar vardı. Amma nədənsə bu işarələr onlara doğma gəlirdi. Kitabı açanda ilk səhifədə belə yazılmışdı. Bu kitab unudulmuş sirlərin və qorunan keçmişin qapısıdır. Yalnız seçilmişlər onu anlaya bilər. Səhifələr əsən yüngül bir meh ilə öz-özünə çevrilməyə başladı. Eyni anda kitabın içindən yumşaq bir işıq çıxaraq ətrafı işıqlandırdı. Günəş həyəcanla baxdı. Fatimə, bu kitab bizi çağırır. Bizi bir yerə aparmaq istəyir. O gündən bacıların ilk macərası başlayır.